Salam değerli dostlarım, değerli izleyicilerim. Və salam dəyərli YouTube izləyicilərimiz, həmçinin də TikTok izləyicilərimiz. Bu günləri biz hardayıq? Mərdəkanda. Mərdəkan Buzovna Şağan yolunda. Hər üç yolun ortasında. Değerli dostlarım, Mərdəkan Buzovna Şağan yolunda Yavaş danışarıq. Niyə çəkiliş edirik? çox gözəl, bax çox gözəl 3 sota yaxın torpağın üzərində böyük bünövrəli, betonlu, tam təmirli, gir yaşa həyət evimizin çəkilişini aparırıq. Bəli, çox gözəldir həyətdə. Onu deyək ki, Röşən bəy, bunun altındakı qaraj hissəsi var ya, burada insan xeyir işlər eləyər nə qədər, nə böyük, geniş. Aysun, qoy qiymətini də çox yubatmayaq ki, müştərilərimiz eləməsin. Qiymət, yəni 130 mindən təcili satıldığına görə əl yandımda neçəyə deyirlər? 80 min manata. İnan oyuncaq qiymətinə, torpağı elə burada bir sotu neçə idi? 50 min. Bəli. 150 minə torpaq eləyir burada. Bu dəqiq bugünkü günün qiymətində. Amma ev çoxdan tikilibdi. Torpağı da ki o qiymətə saymır yəni ki. Dəyərli dostlarım, havayı ev verir. Havayı. Yəni evin elə deyim ki, yəsi burada yaşamır, heç qiymətlərdən də xəbəri yoxdur. Ona görə də bu qiymətdən biz nə edirik? Hal-hazırda satışa çıxardırıq. Dostlarım, gəlin izləyicilərim, bu evi heç əldən buraxmayaq. Pulum ola mən götürərdim, inandırım sizə. Təmirə ehtiyacı var, amma evin Aysun xanımın əlaqə nömrəsi 055 570 96 40. Değerli izleyicilerimiz, Röşən bəyin əlaqə nömrələri 051 558 0828. Aysun, belə gözəl evi əldən buraxmaq olar? Yox, vallahi buraxmaq olmaz. Məncə də yox. İzləyicilərimiz Məncə də yox. Dostlar, keçən qarajına Aysun, gəl elə buraları da çəkək, betonları görsənsin. Ətraflı hamısını göstərək, rigellər. Qoy belə deyək də hamısını görsünlər. Bəzi materiallərin Bəli. dəyməsin. Zaten elə materiallər var ki, şəxsi kimi iş görür. Onlar Bəli. Sadəcə bunun etdiyini deyirəm ki, yəni görün ətraflı. Bu şəxsi evdir, şəxsi tikilmiş evdir, dəyərli dostlarım. Hal-hazırda şəxsi tikilmiş evdir. Baxın dostlar, baxın. Betonlarına baxın, pilləkənləri zadı əməlli başlı burada iş görülübdür. Evin böyrünə keçirəm. Bax, navestinə kimi yazıq düzəltdirib qoyub bura. Qapının üstündən asmaq üçün bax, bu navestikdir. Yəni hər şey tam qaydasında kakpalojna. Ayşun, keçək evin içinə. Gəl. Bax, burada qolum qonşunda göstərək. Yerimiz yerləşir Mərdəkan Buzovna Şağan. Ortadadır düz. Bu üçünün ortasında qızıl yerdir. Qızıl. Bütün kommunallar hamısı var. Bax, qolum qonşu hamısı villalarda. Elə belə burada yəni zat ailələri yaşamırlar da. Yəni elə belə insanlar burada olmur. Hamısı dobro. Evlə bağlı dəyərli tanınmış. izləyicilərimiz, nə suallarınız varsa verə bilərsiniz. Ayşun, qapını aç, mən yıxılacam burada fırrana. Bakır evi deyil, burası Şəxsi evdir. Çox da gözəl evdir. YouTube'da da paylaşacaq, baxsınlar. Siz belə keçin, qiyməti neçə mindən deyib düşür. 130 mindən təcili əl yandımda, yəni 80 minə. Havayı, pulsuz. Ev elə bir pulsuzdur. 80 min nə deməkdir? Valla pulsuzdur belə bir yerə. Torpağın bugünkü günü burada torpağın sotu 50 mindir. Bugünkü günü burada torpağın sotu 50 mindir. Gəlin. Çox gözəl. Baxın. Dostlar, baxın. Əl yandım ev buna deyirlər. Əl yandım, təcili satdıq ev bu evdir. Əl yandım satanlar, ehtiyacı pula olanlar, təcili Sultan ofisə, Aysun xanıma müraciət eləsinlər. Bax, təcili satmaq istəyənlər bizə müraciət eləsinlər. Alıcılarımız alacaqlar. Təcili satanlar. Bəli. Baxın. Mətbəxinə keçək. Aysun, gəl mətbəxinə. Bax. Panorama pəncərə, bax. Mətbəx dəlin zaldır, zal. Sizi inandırım, mən bütün günü mətbəxdə olarım, heç sala girmərəm. Çox qəşəng evdir, çox rahat evdir. Dəyərli dostlarım, belə bir evə əldə etmək istəyənlər, Ayşun xanımı təzədən deyirəm nömrəsi 055 570 96 40. 051 558 08 28 isə
Dəyərli Rövşən bəyin əlaqə nömrələridir. Bəli, dəyərli dostlarım, inşallah gəlin, belə bir gözəl həyət eviniz olsun. Zal, promoy, arkadı. Gördüğünüz kimi çox qəşəng yığılıbdı. İnşallah ki siz Aysun, gəl burada, otaqlar qaldı. üzülü bir Rövşən bəy. Siz bizim belə deyək də YouTube səhifəmizdə, eyni zamanda TikTok səhifəmizdə ətraflı çəkilişlərimiz var. Bəli, bax hal-hazırda çəkirik, YouTube'a çəkirik. Sultan Ofis yazın çıxsın. Baxın. Aysun, indi bura biz nə deyək? Uşaq otağı deyək, yataq otağı deyək, nə otağı deyək? Mən bilmirəm. Bura 3 dənə yataq yerləşər, yəni uşaq yatağı yerləşər. 4 dənə, bax Allaha 4 dənə. Gəlin bura. Gəl bu pis otağa baxsaq biləcəyik ora nə otağı idi. Gəlin bura. Oo! Kesin yataq otağıdır burası. Bura nədir? Bura nədir? Bu böyük full bir yekə böyük bir zal. Dəyərli izləyicilərimiz. Bax. Zaten burada səkrar boşlanan yer saxlayıblar. Hətta burada bəli, bax bu da buradan belə böl, otağın içindən bir dənə sansar qoşağı çıxar. Sentral yorum üstündə. Dəyərli izləyicimiz, zəhmət olmasa bizim əlaqə nömrələrimizlə Əlaqə saxlayın. Əlaqə 055 570 96 40 WhatsApp aktivdir. 051 558 08 WhatsApp aktivdir. Mütləq. ev sahibi olan, kirada qalmayan, dəyərli YouTube Gəlin, baxın, baxın. Dəyərli YouTube izləyicilərimiz sizdən üzr istəyirəm. Yer, Şağan, Mərdəkan, Buzovna yolun üstü. Şağan, Mərdəkan, Buzovna yolun üstü. Gəl, bu ev havaya 130 min yox, 80 min manata verir bu evi. 80 min manata, yoxdur belə bir qiymət. Gerçekten bu qiymət var, bu yolun üstündə. Yarı qiymət düşüb, yarı qiymət düşübdür. Ayasın, zərafat deyil, yarı qiymət düşüb. Əl yandım, təcili deyil satıram. Təcili deyil satıram. Təcili satanlar müraciət eləsinlər bizə. Bizim alıcılarımız var inşallah. Təcili satanlar bizə müraciət eləsinlər. Təcili. Baxın, dostlar, baxın. 3 sota yaxın torpağın içindədir. Mənim evimi də əsasında. Hansı qardaşım deyib? Baxın YouTube izləyicilərimiz, canlıdan görürsünüz, baxın. Sədərəşliyə denə mənim də evimiz tapsın. Tapsın yazıb, satsın yox. Elşad. Ha, ev tapsın. Hə. Qardaşdan pul iyisi gəlir. Yox, vallahi yox babam. Allah haqqı yox. Manat yox, dollar iyi gəlir. Dostlar, baxın, görürsünüz inşallah. Bax, belə ev yoxdur. Binə qəsəbəsində evlərimizdə çoxdur. Bax, Mərdəkan, Şağan, Buzovna yolu. Gəlin, belə bir evlər, vallahi deyirəm, çox gözəl evdir. Bizim nömrələrimizlə əlaqə saxlayın, yayınımız aşağı düşməyə başladı. Çox gözəl evlərdir, çox qəşəng evlərdir. Həqiqətən, yəni mən belə bir pulum ola, vallah bu evi əldən heç qaçırtmam. Dəyərli dostlar, dəyərli izləyicilər, YouTube izləyicilərimiz. Ev elə bu dəqiqənin özündə mən sizə deyim ki, evimiz kvadratı hardasa 130-140 kvadratlıq evdir. Çox geniş və iridir. Yəni ev kimi ev tikiblər. Şəxsi tikili evdə hər tərəf qoşadaşdır, betondur, monolitdir. Yəni evin üstündə bu boyda genişliyinə baxmayaraq oppanıb mən düşürəm yəni ki, bax belə bir evdir. Çox sağlam və keyfiyyətli tikilibdir. Bəli YouTube izləyicilərim, sizlə inşallah sağollaşıram. Canlı yayımızda gördünüz. Ətraflı çəkilişimizdə indi mən TikTokda çəkəcəm, orada da paylaşacağım. Buyurun, ev sahibi olmaq istəyənlər ucuz qiymətə evlər ancaq Sultan Ofis və Binə Əmlakçıdadır. Mütləq əlaqə saxlayın.